Başqa əlac yoxdur. Başqa əlac yoxdur. Bizim bəhsimiz də bu haqdadır. Ona görə təfəkkürlə diqqət eləyəsən. Məsələn, siqnal gəlir, maşının siqnalı küçədə, ona təfəkkür lazım deyil ki, ona diqqət eləmək. Hiss elətdirir özünü sənə. Ona görə deməzlər ki, maddi şeylər təfəkkürlə gərək diqqət eləyəsən. Nəsə bir səs gəlir, musiqi səsi gəlir, fikir, diqqət gedir ora. Burada isə özün təfəkkürlə, düşüncə ilə ona diqqət yönəltməlisən. Fikri ona yönəltməlisən. Quran oxu deyir ki, diqqətin ona yönəlsin. Quran oxu. Dua oxu ki, diqqətin ona yönəlsin. Mənəvi məclislər. Bax, bura biz niyə yığışırıq? Niyə yığışırıq? Ya eyyuhəl-ləzina amenu. İza nudiyə lis-salati min yevmil cumu'a. Burada yazılıb. Fəs'av ilə zikrillah. Deyirək iman gətirənlər. Cümə günü namaza çağırıldığınız zaman Allahı yad etməyə tələsin. Yəni gəlmişsiniz ki, diqqətiniz Allaha yönəlsin. Bu məclis budur. Biz burada gəlib otururuq ki, diqqətimiz Allaha yönəlsin. 100 dənə şeylə indi məşğuluq da. Biri alver eləyirdi, biri mən bankda işləyir, biri tələbədir, biri hərəsi bir sahədə iş görür, fikri yayındırır. Heç olmasa deyir, işinizi qoyun, tələsin Allahı yad etməyə. Çünki sizin buna ehtiyacınız var. Və bu məclis Allahı yad etmək üçündür. Bu təfəkkür məclisidir. Bir yerdə Allah yadımıza düşür bu 1 saat ərzində. İstər istəməz mən ki danışıram, mənim danışmağım da sizi yönəldir Allaha tərəf, Allaha diqqət eləməyə. İrtəu fi riyazil cənnə. Peyğəmbər buyurur ki, cənnət bağlarına tərəf gedin. Dedilər, ya Rəsulallah, cənnətin bağı yer üzündə də varmı? Buyurdu ki, bəli var, məcalisu zikr. Zikr məclisləri. Zikr məclisi o deyir, oturursan desə, la ilahe illallah. Zikr məclisi, yəni o yer ki, diqqətin Allaha yönəlir. Diqqətin Allaha yönəlir. Siz təsəvvür edirsiniz, 1000 kilometrlərlə yolu biz gedirik Məkkəyə, biz gedirik Kərbəlaya. Nə üçün? Fikrin Allaha yönəlsin. Bu qədər mühümdür. Orada çünki hər şey Allahı xatırladır da, həcdə təvafdır, səydir. İstər istəməz adam, sən demə dəyər bunun üçün xərcləyəsən, gedəsən, nə qədər qiymətlidir insan fikri ki, ged ziyarətə, ged ki, bu fikir ki, sən o yan bu yana qaçır, bunu yönəltmək üçün dəyər ki, nə boyda yol qət eləyəsən, nə var ki, fikrin ona yönəlsin. Bu Quranda ayələri var, Fəzkurullah ində məşəril həram, məşəril həramda Müzdəlifə deyilir də, həcdə. Orada Allahı yad edin. Yəni, yad etmək, yəni fikrin Allaha yönəlsin. Gün ərzində deyir, ən azı özü vadar elə bir müddət vaxt qoy, yatmamışdan qabaq, aram vaxt, ya sübh azandan qabaq, saatun yetefekkeru fîmâ sənəallah əzzə və cəl iləyh. Allahın səninlə davrandıqlarına baxasan. Yəni nə? Gün ərzində başına gələn hadisələr hamısı Allahın mesajlarıdır. Allah bizdən belə danışır. Deyir, incələ, gör səninlə necə davrandı. Çox maraqlı nüanslar var. Allahın hər gün, baxın, hər gün mənlə söhbət eləyir Allah. Hadisələrin dili ilə. Oturun, deyir, axşam incəliyin. İnanın, maraqlı mənzərə yaranır. Portreti cızılır insanın, mənəvi portreti. Bu prosesi izlədikcə insan, gördükcə, təhlil elədikcə. Amma Allah bizə qabarıq diqqət çəkmir. Gərək biz oturaq, özümüz vaxt ayıraq ki, onun haqqında düşünək. Hünər bundadır, bax, dəyər bundadır. Ona görə də bir adam gəlir, bir yerə çatır ki, Allahı hər dəqiqə düşünür, fikri hər dəqiqə Allahın yanındadır. Allah ona görə onu tərifləyir Quranda. Əl-ləzinə yətəfəkkərunə fi xəlqis səmavati vəl-ərd, yəzkurunəllaha qiyamən və qu'udən və alə cunubihim. Ayaq üstə oturan yerdə və uzanan yerdə. Yəni, hər dəqiqə Allahdadır fikri. Bunu tərifləyir. Bu, bir məharət tələb edir. Bu da mümkündür. Belə insanlar da var. Bir an qafil olur, bir saniyə zərbəsini görür. Zərbəsini görür, Allahın öz adamıdır. O deyir, olmaz. Allahın öz adamlarından Allah biraz başqa cür davranır. Biz gün ərzində bir dəfə yadımıza düşsə, bayramdır, o hər dəqiqə Allahın yanındadır fikri. Bir dəqiqə mən deyən kimi Allah nəsə bir sirkələyir onu ki, olmaz, sən mənim adamımsan, sən mənim dostumsan. Allah bizi səs salmaqla, nə bilim, müxtəlif cığcığlarla diqqətimizi çəkmir. Şeytan elə çəkir. Cığcıq bilirsiniz də uşağın diqqətini çəkmək üçün cığcıq düzəldirlər. Ona nə deyək adına? O şeytanın
vasitəsidir. Biz böyük uşaqlar üçün də o. Böyük uşaqlar üçündür ki, o ilə diqqətimizi çəkir, amma Allah belirləmir, Allah ehtiramla davranır. Deyir, kişisən, insansan, şəxsiyyətsən, özün fikri idarə elə. Bütün dinin dəyəri, insana verdiyi dəyər bundadır ki, sən fikri layiqli şeyə yönəld. Özün idarə elə fikri. Hörmət eləyir belə insanlara. Və maraqlısı da budur ki, başlayırsan haqqında düşünməyə bir müddətdən sonra pərdə arxasından çıxır o adamlar üçün. Və canlı ünsiyyətə girir onlarla. Hədisini deyəcəm indi, axırda. Canlı ünsiyyətə girir, göstərir. Bütün məhrəm sirlərini başlayır onlara açmağa. Deyir, mən pərdə arxasında ola, sən ki məni düşündün, mən əstəğfurullah xəsis deyiləm ki, mən də özüm səninlə təmasda oluram, pərdəni gözünün önündən çəkirəm. O ki, deyir, yəqin məqamı. Yəqin düşüncənin ona yönəlməsinin nəticəsidir. Allah sirlərini qoyur bəndələrin ixtiyarında.